Salam hörmətli müəllimlər. Bilirsiniz ki, bu günlər artıq MİQ imtahanı başladı və çox müəllimlər qiymətləndirmə hissəsindən rəy bölməsindən suallar düşdüyü üçün şəxsi də tanıdım, tanımadıq mənə yazdılar ki, müəllimə, bəs belə suallar təqdim edərək bizə kömək edə bilərsinizmi? Əlbəttə ki, niyə etmirəm? Və sizlər üçün fərqli 5 dənə sual təqdim edəcəm ki, məhz imtahana gedən müəllimlər belə yorulmasınlar, tam şəkildə mənim nə dediyimi başa düşə bilsinlər. İnşallah ki, bu videonu hər kəslə paylaşın, hər kəsə açıq. Bəyənməyi, paylaşmağı unutmayın, kanala abunə olmağı unutmayın və bu günləri MİQ imtahanı keçirildi və bizim müdavimlərimizin bir qisminin, çünki digər hələ ki müdavimlər yazmayıblar, elə müəllim var ki, həyəcanlıdır, nəticə gözəldir, başı qarışır, bizə hələ yazmayıbdır. 28 nəfərin nəticəsini sizlərə təqdim edəcəm. Elə müəllim var, adını yazıb, hələ soyadını yazmayıb. Ona görə tam dəqiqləşdirib digər ballarda sizinlə bölüşəcəyim. Hörmətli müəllimlər, görürsünüz ki, nəticələrimiz necədir? Bilirsiniz ki, biz hələ ki kurikulum dərsi keçirik, yəni ixtisas dərsləri yoxdur, bir dənə texnologiyadan başqa, amma nəticəmiz öz sözünü deyir. Bəli, informatika üzrə də, ibtidai sinif üzrə də və budur ki, nəticələr göz qarşısındadır və növbəti ildən inşallah ki, ixtisas dərsləri də olacaq bizdə, savadlı, işini bilən və məsuliyyətli müəllimlər hal-hazırda kursumuza cəlb edirik. İnşallah ki, növbəti ildən həm kurikulum, həm ixtisas dərsimiz olacaq və növbəti il kurikulumdan siz də burada gördüyünüz müəllimlər kimi 18, 17, 16, 15 yazmaq istəyirsinizsə, elə indi bizim 50% endirim etdiyimiz qrupumuza qoşula bilərsiniz. Gülşən müəllimənin qrupuna 50%, mənim qrupuma 40% endirim var. İndi başlayarsınızsa, hər ay bu endirim sizin üçün davam edəcək. Və ən əsası qeyd etmək istəyirəm ki, elə müəllim var ki, sınaq qrupumuza qoşularaq 17-18 bal toplayıblar. Hansı ki, 3 aydır, 4 aydır biz onlara sınaq və izahları göndərirdik. Yəni, əsas odur ki, düzgün strategiyanı öyrənməyinizdir. Kimlər istəyirsə, bizim nömrəmizlə əlaqə saxlayıb qeydiyyatdan keçə bilər. Həm sertifikasiya müəllimləri, həm MİQ müəllimləri və uğur qazanan müəllimləri təbrik edirəm. Uğur qazanmayan və nəticəsi zəif olan müəllimlər heç də həvəsdən düşməyin. İnşallah ki, daha gözəl nəticələr sizi gözləyir. Bu bir ilkdir və bunun davamı olacaq inşallah. Siz özünüzə güvənin və yolunuza davam edin. Sabah imtahanı olan, digər günlərdə imtahan olan müəllimləri inşallah ki, təbrik eləmək bizə qismət olsun. Sizi tanısam da, tanımasam da, məni izləyirsinizsə, əgər videolarımdan yararlanmısınızsa, neçə bal topladığınızı rəy bölməsinə yaza bilərsiniz ki, bir yerdə sevincinizə şərik olaq. İnşallah ki, yaxşı olacaq hər şey. Müsahibə mərhələsində də bir yerdə olacağıq. Suallara başlamaq istəyirəm, hörmətli müəllimlər. Birinci sualımız sırf rəy ilə bağlıdır. Və rəy ilə bağlı müəllimlər yazdılar ki, biz biraz çətinlik çəkirik. Müəllimə, bu rəy ilə bağlı sual tərtib edə bilərsiniz. Hörmətli müəllimlər, birinci sualımız, yəni diqqətli olacağımız hissələrdən biridir. Deyir ki, müəllim şagirdin təqdimatını dinlədikdən sonra deyir, sənin giriş hissən uğurluydu. Növbəti dəfə nəticə hissəsini daha əsaslandırılmış faktlarla zənginləşdirsən, təqdimatın daha təsirli olar. Bu nümunədə müəllimin istifadə etdiyi rəy haqqında nələr deyə bilərik? Ümumiyyətlə, rəylər hansılar idi? Konstruktiv rəy var idi, keçmişə yönəlmiş rəy var idi, korrektirici rəy var idi, hansı ki bizdə var idi ki, daha çox şagirdlərə verirdik, motivə edici, şagirdlərə təsvir edici və s. Deyir ki, şagirdə bildirir ki, növbəti dəfə nəticə hissəsini daha da əsaslandırılmış faktlarla zənginləşdirsən, təqdimatın daha təsirli olar. A bəndi. Rəy daha korrekt edici və şagirdlərin səhvlərinin üzərində işləməyə istiqamətləndirilmiş ki, səhvlərini təkrar etməsin. Öncəliklə qeyd etmək istəyirəm ki, korrekt edici odur ki, səhvlərin üzərində ancaq işləmək. Müəllimin burada istiqamətləndirici bir rolu var. Və burada şagird səhvlərini təkrar etməsin deyə yox, şagirdin harada səhv etdiyini müəyyənləşdirib ona bildirir ki, şagird o səhvlərin üzərində işləyərək özünü təkmilləşdirsin. Ona görə A variantı sizin üçün uyğun görsənsə də, hansı ki imtahanda deyirsiniz ki, 2 variant arasında qalırıq, amma səhvdir. Çünki bizə lazım olan, şərti düzgün oxumaq lazımdır. Bizə lazım olan məhz ən düzgün və mətnə uyğun cavabdır. Burada rəydə korrekt edici bir proses yoxdur. Burada daha çox konstruktiv, şagirdə istiqamətləndirici bir proses var. B variantı, şagirdin nəticələrini düzgün formada çatdıraraq daha
sonra səhv etdiyi hissələrin araşdırılması üçün istiqamətləndirməsi idraki fəaliyyətə yönəlmiş rəydir. Hörmətli müəllimlər, birincisi idraki fəaliyyətə yönəlmiş rəy şagirdin əziyyətini qiymətləndirmək deməkdir. Yəni məsəl üçün bu hissəni bu şəkildə araşdırmanı yüksək qiymətləndirirəm desəydik doğru olardı. Yəni burada idraki fəaliyyətə yönəlmiş bir rəy yoxdur. Və şagirdin nəticələrini düzgün formada çatdıraraq daha sonra səhv etdiyi hissələrin araşdırılması, istiqamətləndirilməsi heç idraki fəaliyyətə yönəlmiş rəy də deyil. Yəni ümumiyyətlə cümlə də səhvdir. Mətnlə də heç bir əlaqəsi yoxdur. Verilmiş rəydə daha çox şagirdin refleksiya edərək müşahidə edəcəyi bir rəydir. Şagird haqqında ətraflı məlumatı izah edir. Verilmiş rəy daha çox şagirdin refleksiya edərək müşahidə edəcəyi bir rəydir. Şagird haqqında ətraflı məlumat verir. Gəlin baxaq müəllimlər, bu nə dərəcədə doğrudur? Verilmiş rəy daha çox şagirdin refleksiya edərək. Burada refleksiya etmir. Şagirdə yol göstərir. Şimdi deyəcəksiniz ki, axı şagird, biz bilirik ki, şagird öz nəticəsini burada gördü. Xeyr, bizə lazımdır ki, mətndə müəllimin apardığı rəy proses nədir? Refleksiya ayrı bir prosesdir. Rəy ayrı bir prosesdir. Rəy qiymətləndirmədə olan bir prosesdir. Refleksiya isə şagirdin özünü aparacağı bir prosesdir. Müəllimin qiymətləndirmə prosesi ilə bağlı, müəllimin istifadə etdiyi rəylə bağlı düzgün olan nədir? Bəli, ola bilər şagird burada özünü refleksiya edə bilər. Bəli, müşahidə edə bilər. Bəli, ki, mən bunu səhv etdim. Amma müəllimin yönləndirdiyi istiqamət ki, hansı ki, sən növbəti dəfə nəticə hissəsini daha da əsaslandırılmış faktlarla zənginləşdirsən, təqdimatın daha təsirli olar. Müəllimin bu etdiyi rəy nə adlandırılır? Bax, bu sualı verirlər sizə. İmtahanda iki başlı suallar bax belə olur. Siz də deyirsiniz ki, belə suallar düşəndə biz işləyə bilmirik. Onun üçün nə etmək lazımdır? Belə praktiki testləri daha çox işləmək lazımdır. Və bunun üçün də sınaq qruplarımız var, dərs qruplarımız var. Mütləq şəkildə yararlanın. Əgər bu il uğur qazanmamısınızsa, bu demək deyil ki, siz uğur qazanmayacaqsınız. Davam etmək lazımdır. Bir işi nailiyyət əldə edənə qədər davam etmək lazımdır ki, məhz növbəti illərdə nəticəniz yaxşı olsun. Mən ibtidai sinif müəllimi tanıyıram ki, aprel ayında başlayıbdı. Amma ibtidai sinif müəllimi aprel ayında başlamalı deyil. Nə üçün? Çünki ibtidai sinif müəllimdə rəqabət çoxdur. Bizdən 15 dənə kurikulum yazdım, amma ixtisası yaza bilmədi. Nəticədə nə oldu? 70 neçə bal topladı. Və onunla hara yerləşəcək? Harda vakansiya tapacaq? Heç bir yerdə. Sonra, şagirdin inkişafı üçün istiqamətləndirici rəy verərək, nələrdə diqqətli olmasını yekun olaraq şagirdlərə bildirərək nailiyyətinə yönəldirik. Aha, cümlə doğru gəlirdi, amma yanlış bir yerimiz var. Nədir? Yekun. Mən axı rəyi yekunda verə bilərəm. Amma bu mənim yekun rəyim deyil. Bəli, summativdə bizim yekun rəyimiz var. Çox gözəl. Orada deyirsiniz ki, axı biz summativdə rəyi keçmişdik. Bəli, doğru deyirsiniz. Amma mənim etdiyim summativ deyil. Növbəti dəfə nəticə, növbəti dərsdə faktlarla bağlı giriş hissəsi uğurluydu, amma növbəti dəfə nəticə hissəsini daha da əsaslandırmış faktlarla zənginləşdirsən. Mən hələ ki burada son nəticəm yoxdur. Mən şagirdə konstruktiv rəy verirəm, amma formativ üzrə verirəm. Və mənim yekun olaraq şagirdlərə bildirdiyim nailiyyət summativdədir. Ona görə D variantım da yanlışdır. Şagirdin inkişafı üçün istiqamətləndirici rəy verərək, onları stimullaşdıraraq inkişaf etməsinə imkan veririk. Ən dolğun cavab budur. İnkişaf üçün istiqamətləndirici rəy verərək. İstiqamətləndirici rəy nədir? Konstruktiv rəy. Konstruktiv rəy nədir? Stimullaşdırmaq. Şagirdi stimullaşdırıqda həvəsdən salmırıq. Keçmişə yönəlmiş rəydə nə deyirik? Səhv etmisən düzəlt. Nəyi düzəltsin? Bilmir uşaq. Amma stimullaşdıraraq inkişaf etməsinə kömək ediriksə, bu nə olacaq? Əlbəttə ki, konstruktiv rəy. Ən dolğun cavab budur. Bəli, mətndə ən dolğun cavabı bunu istəyirdi. Və müəllim də vaxt baxımından ixtisası edir, gəlib burada bunu çatdıra bilmir. Niyə? Çünki yeni tipli test qarşısına çıxanda, təhlil etmə bacarığı da biraz zəif olanda çatdıra bilmir. Sabah, digər günlər qarşınıza belə sual çıxanda, bir neçə variant arasında əgər çaşırsınızsa, ən dolğun cavabı tapmalısınız. Onun üçün də onu təhlil etməlisiniz. Sonra, bəzi müəllimlərin rəylə bağlı çətinlikləri vardır. Mən nümunə yazmışam ki, müəllimlər bilsinlər. Müəllim şagirdlərin hazırladıqları təqdimatları dinləyir. Təqdimatdan sonra bir şagirdə belə deyir.
Mövzunu düzgün izah etmisən və təqdimat zamanı auditoriya ilə göz təması qurmağın uğurlu idi. Lakin istifadə etdiyin nümunələr mövzunu tam əhatə etmirdi. Növbəti dəfə real həyatdan daha uyğun nümunələr seçsən, nəticə hissəsini əsaslandırsan, təqdimatın daha təsirli olacaq. Bu nümunədə verilən rəyin əsas xüsusiyyəti hansıdır? Baxın, keçmişə yönəlmiş deyil, çünki şagirdi gələcəyə apardı. Korrekt edici deyil, çünki korrekt edicidə səhvlər üzərində danışır. Burada şagirdin nailiyyətini də vurğulayır. Deyir ki, təmas qurmağın uğurlu idi. Və burada motive edici deyil, şagird həvəsdən düşməyib. Burada təsvir edici rəy deyil, burada konstruktiv rəydir. Yəni, şagirdə konstruktiv rəy verərək onu istiqamətləndirir. Nəyi doğru edib, nəyi daha yaxşı edə bilər? Bu olur konstruktiv rəy. Sonra gəldik 3-cü sualımıza. Müəllim yazı işlərini yoxlayarkən hər şagird üçün fərdi qeydlər yazır. O əvvəlcə güclü tərəflərini qeyd edir, sonra çatışmayan cəhətləri göstərir və onları necə düzəldə biləcəyini izah edir. Növbəti dərsdə şagirdlər həmin rəylərə əsasən yazılarını yenidən işləyirlər. Bu proses zamanı baş verənlə bağlı hansı variant düzdür? Gəlin baxaq, bir də oxuyaq. Fərdi qeyd apardı, güclü tərəfləri, zəif tərəfləri göstərdi, necə düzəldə biləcəyini izah etdi və deyir ki, yenidən şagirdlər dərsdə, növbəti dərsdə həmin rəylərə əsasən yazılarını yenidən işləyirlər. Deyir ki, şagirdin nəticəsi daha çox zəif olduğu üçün ancaq fərdi qeydlər aparır. Xeyr, yəni müəllim şagird haqqında fərdi qeyd apara bilərdi. O demək deyil ki, şagirdin nəticəsi zəif olduğu üçün bunu aparır. Xeyr, yanlışdır. Şagirdin nəticələri müqayisə edərək, inkişafına yönəldərək, düzgün rəy prosesi apararaq motive edici rəy vermə imkanı yaradır. Birinci şagirdin nəticələri müqayisə varmı burada? Xeyr. Güclü tərəfləri, zəif tərəfləri, çatışmayan cəhətləri ola bilər, amma nə isə müqayisə edirmi? Xeyr. Şagirdin nəticələrini əvvəlki ilə indiki müqayisə edirmi? Xeyr. Motive edici bir rəy gördükmü? Xeyr. Bunu götürmürük. Müəllim şagirdlərə korrekt edici rəylər verərək onların səhvlərinin üzərində işləməsi üçün istiqamətləndirir. Baxın. Deyir ki, burada müəllim şagirdlərə korrekt edici rəylər verərək onların səhvlərinin üzərində işləməsi üçün istiqamətləndirir. Bax, o əvvəlcə güclü tərəfləri qeyd edir, çatışmayan tərəfləri qeyd edir, necə düzəldə biləcəyini izah edir. Yəni, şagirdə demir ki, sən nə isə yaxşı eləmisən, pis eləmisən, konstruktiv rəy vermir. Birbaşa olaraq zəif və güclü tərəfini qeyd etdi. Korrekt edici rəy verir ki, sən nəyi düzəltməlisən, yenidən işləyə bilərsən. Yəni, növbəti dərslərdə şagird nəyi düzəldəcəyini, necə düzəldəcəyini bilir. Ona görə bu variant doğru götürülə bilər. Ona görə bunu saxlayırıq. Bəli, imtahanda iki başlı suallarda həmişə düzgün şəkildə işləməyə bacarın. Şagirdlərin əldə etdiyi nəticələrə əsasən şagirdlər düzgün refleks edəcəklər və inkişaf prosesi baş verəcək. Aha, baxın, şagirdlərin əldə etdiyi nəticələrə əsasən şagirdlər düzgün refleks edəcək və inkişaf prosesi baş verəcək. Bax, görürsünüzmü? Deyir, inkişaf prosesi baş verəcək. Burada bizə deyir ki, şagirdlərin verilən rəylərə əsasən yazıları yenidən işləyirlər. Həmin rəylərə əsasən necə düzəldə biləcəyini hələ o düzəldirmə prosesi gedir. Burada refleksiya yoxdur. Şagird sadəcə çatışmayan cəhətləri göstərir, necə edəcəklərini. Şagird özü refleksiya etmədi axı, müəllim ona yol göstərdi. Korrekt edici rəy verdi ki, sən necə edə bilərsən ki, bunu düzəldəsən. Ona görə C variantı doğrudur. Bu hansı halda doğru olardı? Şagird səhvini başa düşərdi, müəllim onu istiqamətləndirərdi, yol göstərərdi, şagird səhvini başa düşüb onu düzəldərdi. Hə, biz bunu götürə bilərdik. Amma biz şagirdə birbaşa olaraq səhvin hansı cəhətlərdə onu necə düzəldə biləcəyini göstəririksə, bu korrekt edicidir. Bu yəni C variantı doğrudur. Şagirdlərin səhvlərini öncədən düzəltməsi, düzəltməli, sonraya saxlamalıdır müəllim. Daha sonra saxlamamalıdır, olmalıdır, səhv gedir. Burada saxlamamalıdır müəllim və konstruktiv rəy verməlidir. Burada deyir ki, müəllim şagirdlərin səhvlərini düzəltməli, sonraya saxlamamalıdır.
müəllim və konstruktiv rəy verməlidir. Konstruktiv rəy verməlidir. Yəni düzdür, konstruktiv rəy verməlidir. Amma səhvləri öncədən düzəltmək yox, şagird nə isə səhv etməlidir ki, müəllim buna rəy verə bilsin. Yəni müəllim ola bilər ki, şagirdi sonradan yoxlayıb onun səhvlərini də deyə bilər. Ona görə bu yanlışdır. Yəni bu yanlış olacaq. Ola bilər ki, biz nəsə bir iş vermişik, tapşırığın yerinə yetirilməsini. Orada məsəl üçün tapşırığı da bitirəndə konstruktiv rəy verə bilərik. Bu yanlış bir fikir olacaq. Ona görə bunu götürmürük. Ən ideal cavabımız olacaq C bəndi. 4-cü sual. Hansı ki yanaşma ilə bağlı suallar salmışam. Rəy bölməsində də yazmışdınız ki, yanaşma ilə bağlı sual istəyirik. Ümumiyyətlə mən telefonlara da özüm cavab verirəm, qruplarıma da özüm nəzarət edirəm. Gülşən müəllimə ilə bir yerdə bilirsiniz ki, Gülşən müəllimənin qrupları da ayrıdır, mənim qruplarım da ayrıdır. Sadəcə son ərəfə maydan sonraki biz hər gün dərs keçməyə başlayırıq, həftədə 5 dəfə və biz qrupları bir yerdə nəzarət edirik. Hansı sual yazmısınızsa, nə də çətinlik çəkmisinizsə, o hissələrə mütləq şəkildə diqqət yetiririk. Hətta rəy bölməsinə, Instagramda yazdığınız fikirlər belə, nə suallar maraqlıdırsa sizə, onlara belə mən diqqət yetirirəm. Çünki mənə müdavimin nəticəsi lazımdır. Tanıdım, tanımadım, fərq yoxdur. Çalışam ki, hər kəsə kömək edim. Və rəy bölməsinə də yanaşma ilə bağlı yazmışdınız. Deyir, müəllim dərs zamanı tez-tez sinif yoldaşlarının sözünü kəsən şagirdi dərhal danlamaq əvəzinə onun bu davranışının səbəbini öyrənməyə çalışır. Məlum olur ki, şagird cavab verməyə həddən artıq həvəslidir və diqqət mərkəzində olmaq istəyir. Müəllim onun üçün yeni qaydalar müəyyən edir və dərsdə söz alma qaydasını birlikdə razılaşdırırlar. Bu situasiyada daha çox hansı yanaşmanı əks etdirir? Əlbəttə ki, pozitiv yanaşma. Hörmətli müəllimlər, pozitiv intizam və bərpayıcı yanaşma və biz buna nə deyirik? Pozitiv intizam və bərpayıcı yanaşma. Lori şəkildə belə deyirik və buna pozitiv yanaşma da deyilə bilər. Bu nə deməkdir? Deyir ki, şagirdin səhvi varsa, şagirdin səhvini onunla bir yerdə müzakirə etmək, hər birinə söz vermək və şagirdlə bir yerdə sinifdə o qaydaları razılaşdırıb. Məsəl üçün, ta ki, biz səhv eləmişik, şagirdin səhvini başa salıb, məsələn, şagirdə qarşı haqsızlıq edibsə, hətta şagirdin üzr istəməsini belə razılıq şəklində, qorxu hədə şəklində etmirik, razılıq şəklində bildiririk və belə olan halda şagirdə həm pozitiv intizam, həm də bərpayıcı yanaşma göstərir və belə olan halda şagird nə edir? Daha çox dərsə qarşı, sinifə qarşı maraqlı olur, cəlb edici olur onun üçün, bərpayıcı yanaşma olur onun üçün, empatiya qurur, qarşılıqlı əlaqə olur, zərər çəkən tərəfin səsini eşidir və s. Bu şəkildə yadımızda saxlayırıq. Burada pozitiv yanaşma olacaq. Bəli, reflektiv yanaşma da var, konstruktiv yanaşma da var, adaptiv yanaşma da var. Bunlar ayrı prosesdirlər. 5-ci sual. 5-ci sual deyir, işi şagird arasında mübahisə yaranır. Müəllim onlardan bu hadisədən kim zərər gördü? Münasibətləri bərpa etmək üçün nə edə bilərsiniz? Sualını cavablandırmasını istəyir və deyir ki, bu yanaşma hansı yanaşmaya aiddir? Əlbəttə ki, pozitiv yanaşma, yəni bərpayıcı yanaşma və pozitiv intizam. Mən qısa şəkildə pozitiv yanaşma yazmışam adını. Yəni bunun adı belə gedir. Pozitiv intizam və bərpayıcı yanaşma. Həm bərpayıcı yanaşma ola bilər, həm pozitiv yanaşma ola bilər. Bu nə üçün belədir? Burada görürsünüzmü, kim zərər gördü? Münasibətləri bərpa etmək üçün nə edə bilərsiniz? Sanki şagirdləri cəzalandırmaq yerinə əməkdaşlığı qurmaq istəyir, şagirdlər arasında empatiyanı qurmaq istəyir, şagirdlər arasında münasibəti düzgün şəkildə qurmaq istəyir, qorxu hədə ilə həyata keçirmək istəmir. Belə, 5 sual izah elədim müəllimlər. Sabah imtahanı olan müəllimlərə uğurlar arzu edirəm və 5 sualdan hansını başa düşmədiniz, nə də çətinliyiniz var, rəy bölməsində yazın, fikirlərinizi yaza bilərsiniz. İmtahanın yüksək nəticə toplayandan sonra mən sizi tanısam da, tanımasam da, artıq mən 3 ildir davamlı olaraq YouTube istifadə edirəm. Düzdür, 5 ildir qeydiyyatdan keçib bizim YouTube səhifəmiz rəsmi qaydada, amma 3 ildir sırf istifadə edirəm və artıq 50 min olmaq üzrəyik. İnşallah ki, 50 min olacaq yaxın zamanda və çalışdığımız qədərini hər bir məqamda sizə kömək eləmişik. İnşallah ki, müsahibə mərhələsində də sizə kömək edəcəyin Allahın izni ilə. Bir də ki, imtahan verən müəllimlərin nəzərinə artıq müsahibə qruplarımıza qeydiyyat başlayıbdır. Təbii ki, vakansiyadan sonra başlanılacaq, amma balına güvənən müəllimlər artıq 18-dən, 20-sindən sonra qruplarımıza yazılıb başlaya bilərlər. Müsahibə dərsləri üçün bu nömrədən əlaqə saxlayın. Bu ilki müsahibə dərslərimiz, material qruplarımız, müsahibə üzrə fərqli, linkli, belə deyək də,
prosesli bir qrupumuz da olacaq. Bu nə deməkdir? Yəni sizin MİQ imtahanını yaxşı keçməyiniz üçün illəri, tarixləri, nələrin nə olduğunu yadınızda saxlamaq üçün xüsusi bir metodumuz olacaq. İnşallah ki, hər biri sizin büdcənizə uyğun olacaq. Dərs qrupu istəyəcəksiniz, dərsə qoşulacaqsınız. Material qrupu istəyəcəksiniz, material qrupuna qoşulacaqsınız və bizim materialları yadda saxlamaq üçün xüsusi strategiya istəyəcəksiniz, xüsusi strategiya qrupuna qoşula biləcəksiniz. Bunun üçün mütləq şəkildə bizimlə əlaqə saxlayın. Özünüzə yaxşı baxın. Görüşərik inşallah. Sağ olun.